Elə bir sahə yoxdur ki, biz Amerika Birləşmiş Ştatlarla işləməyək. Və bunun nəticəsində artıq əldə etdiyimiz nəticələr də var. Bu, ABŞ Dövlət Departamentinin hər ilin yekununda Azərbaycan işğal edilmiş ərazilərini Azərbaycanın suverenliyindən kənarda qalmış və erməni silahlı qüvvələrin təsir altında olan ərazilər kimi göstərməsidir. Bu nəticədir. Aparılmış işlər nəticəsində vaxtı ilə ABŞ hər il Dağlıq Qarabağ separatçı rejiminə 20, 30, 40 milyon dollar yardım edirdisə, gələnlə artıq bu 2 milyon dollara endirilibdir. Aparılmış işlər nəticəsində ABŞ ictimaiyyətində, o cümlədən rəsmi dairələrində Dağlıq Qarabağ probleminin əsl mahiyyəti barəsində informasiyalar günü-gündən artmaqdadır. Yəni, bugün Azərbaycana münasibət 91, 93, 96-cı ildə olan münasibət deyil. Kifayət qədər Amerika Birləşmiş Ştatlarına dəyişib. Ancaq bununla belə mən sizinlə razıyam ki, bu sahədə fəaliyyətimizi dayandırmamalı və genişləndirməliyik ki, ABŞ-ın təkcə rəsmi hakimiyyəti deyil, bütün siyasi dairələri Azərbaycanın haqlı mövqeyini axıracan qəbul etsinlər. Bəli, replikanızı deyin, həm də ki 2012-ci ildən nə gözləyirsiniz Azərbaycanın xarici siyasətindən? Hər ikinizin cavabını eşidək və müzakirəni bitirək. Mən hesab edirəm ki, burada Rusiya niyə Rusiyadan gözlənilir, Amerikadan yox? Bəli, sual o cür oldu. Biz Amerikana müttəfiqik. Məsələ burasındadır ki, bu 20 il müstəqilliyi olan Ermənistan parad keçirir, Rus maşınında, Rus əskəri, Rus bayrağı altında, Rus silahla keçirlər. Yəni ona görə Rusiya ordunu buradan çəkməlidir, at gediş eləyib, başqa adı altında buranı işğal eləyibdir. Bunu açıq şəkildə demək lazımdır. 2012-ci ildə gözləntiyə qalınca mən hesab edirəm ki, biz alternativlərimizi bəyanat şəklində yox, əməllərimizdən qoymalıyıq. Mən Azərbaycan prezidentinin son dəfə Qazaxıstanda toplantıda türk dilli dövlətlərə müraciətində real layihələr üzərində işləyək fikrinə istəyən bir münasibət bildirdim. Çox normal bir çağırışdır. Ondan artıq diplomatik açıq bir çağırış daha ola bilməzdi. Hesab edirəm ki, türk dilli dövlətlər münasibətlərini iqtisadi, mədəni sahələrdən həmən siyasi, hərbi sahələrə keçirməlidirlər və transkontinental bir blok yaranmalıdır türk dövlətləri arasında. Avropa Birliyi artıq dağılıb gedir. Heç Türkiyənin orada cəhd etməsinə də ehtiyac yoxdur. Azərbaycan və Türkiyə tərkibində olmaqla belə bir blok yaradarsa, Amerikanın da, Rusiyanın da, başqalarının da bizə ehtiyacı olacaqdır və Qarabağ məsələsində öz mövqelərini məncə dəyişərlər. Mən belə başa düşürəm. Siz Aydın mənim. Yanvarın əvvəllərində Barack Obama Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyinin büdcəsini 662 milyard dollar civarında qol çəkdi. Dünyanın heç bir ölkəsi Amerika Birləşmiş Ştatları ilə hərb sahəsində. Bu Müdafiə Naziri 47-ci ildən çıxan sözdür, hərb sahəsində ayaqlaşa bilməz. Amerikanın dünyanın elə bir yeri yoxdur ki, Arktikadan tutmuş Antarktidi deyəcəm. Maraq olmasın. Və ABŞ Dövlət Departamenti, diplomatik idarə, xanım Hillary Clinton, yəqin o gedəcək. Bir 20-yə yaxın bunların dövlət qara siyasında var. Bu bir qara siyahı var, əlbəttə qeyri-rəsmi. Bu qara siyahıda neçənci ildən bəri mən deyə bilərəm ki, İran hər halda bu ayətollalar hakimiyyətə gələndən sonra birincilərdən birinci yeri tutur. Və digər tərəfdən fikir verin, Vəsilə xanım, İraq düzü qoşun çıxıb, adı çıxıb, orada yenə bir 34 bin Amerikalı qalır. Əfqanistan bir 100 min Amerikalı oradadır. Əfqanistan hələ baş ağrısı kimi Amerika. Böyük dövlətlər, bax, misal üçün fikir verin. İran Rusiyanın müttəfiqidir. Çox yaxın münasibətdədir. İraq, Əfqanistan Amerika Birləşmiş Ştatlarının demək olar ki, əlindədir. İndi Əfqanistan kampaniyasına əlaqədar bu yaxınlarda Pakistanla Amerika Birləşmiş Ştatları arasında güclü qarşı durma baş verib. Bilmirəm xəbəriniz var yoxsa yox. Amerika aviasiyası, o belə deyil, pilotsuz təyyarələr Pakistan hərbçilərini bombardıman elədi, bir 40 neçə nəfər öldü. Siz fikir verin. Amerika Birləşmiş Ştatlarına Pakistan qadağan edib ki, onun ərazisindən Əfqanistana qüvvə daşınsın, benzin, nə bilim nəsə. Rusiya Amerikaya lazımdır. Bunların öz sövdələri var. Və indi qaydacıyam o xanımın sualına. Niyə görə Rusiya? Rusiya Medvedev prezident olandan sonra neçə görüş keçirilib? Səhv eləmirəmsə 9 görüş keçirilib. Putinin vaxtında belə fəallıq olmuyor. Və bilirsinizmi, mən möhkəm əminəm, hər halda mənim fikrimdir, Amerika Birləşmiş Ştatları ilə Fransa Rusiya ilə sövdələşmədə Qafqaz regionunda belədir mümkünsə, indi Aydın mənim bir politologiyadır, bəli, hegemonluq emin Rusiyanın əlindədir. Və o tarix məlumi deyir, Ermənistanda dövlət yoxdur, Vəsilə xanım. Biz bunu deyirik, yoxdur belə bir dövlət. Bu yalandan palandan düzəldilmiş bir şeydir. Ermənilər özü də bunu gözəl bilir. Gürcüstan isə MDB-dən də çıxdı. MDB-dən də çıxdı. MDB-dən indiyəcən heç bir dövlət çıxmamışdı. O da çıxdı oradan. Qalır Azərbaycan. Azərbaycan isə əsas dövlətdir. Və bu mənada Rusiya çalışır ki,
Qarabağ məsələsində böyük dövlətləri, çünki böyük dövlətlərə Rusiya da lazımdır. Yeri gəlmişkən dünyanın o belə də iqtisadi gücündə Rusiya 11-ci yerdədir. Biabırçılıqdır bu. O boyda dövlət üçün. Biabırçılıq. Braziliya ondan qabağa keçir. Yəni sözümün canı nədir? Böyük dövlətlərin öz oyunu var. O Qafqazda da gedir, Ərəb dünyasında da gedir, Əfqanistanda da gedir. Və bu oyunda Amerikanlar özləri bilərəkdən razılaşırlar. Bir centilmen sazışı var. Və Qafqazda Rusiya, belə demək mümkünsə, bütün bu məsələlərdə təşəbbüsçüdür. Güya münaqişəni həll eləyəcək. Necə həll eləməyini isə mən sizə son təklif edirəm. Bəs bizim xarici siyasətimizdə nə? Mən isə bilirəm, xarici siyasətimiz tamamilə düzgündür. Mən ən çox o dəfədə mən radio danışanda biz Türkiyə ilə bir yerdə olmalıyıq. Türkiyə ilə əlaqələndirilmiş xarici siyasət yeritməliyik. Və burada Fərəc müəllim də deyir, mən istəmirəm xırdalıqlara gedim. Bir var strateji müttəfiq, bir var müttəfiq, bir var tərəfdaş. Mən şəxsən dəfələrlə vurğulamışam. Azərbaycanın bir dənə strateji müttəfiqi var. O da Türkiyədir. Başqa da Pakistan bizi istəyən dövlətdir. Pakistan bizim ikinci əziz dövlətimizdir. Amma strateji müttəfiq başqa şeydir. Biz tarixən Türkiyə ilə bir yerdə, bir blokda, yeri gəlmişkən bilirsiniz də, ötən illərdə o Van zəlzələsi zamanı necə ağır vəziyyət idi. Azərbaycan, hələ heç Türkiyə çıxmaya icazə vermirdi. Birinci Azərbaycan. Fikir verdiniz, prezidentimiz oraya getdi. Strateji Əməkdaşlıq Şurası deyirlər də, onun ilk iclasları keçirildi. Azərbaycan o Türkiyənin ən belə ağır günlərində bir daha nümayiş etdirdi. Yeri gəlmişkən, elə Fransa parlamentindəki bu oyunlarda da, indi parlamentin hər iki deputatı buradadır, Səmədi də məndə o sahibə xanım idi, gerek yoxudur. Azərbaycan yenə vurğulayır ki, Oktay Əsəd o da vurğuladı ki, Fransa senatı qoy papağını qoysun qabağına, yaxşı-yaxşı fikirləşsin ki, bu oyun hara apara bilər. Təşəkkür edirik sizin hər birinizə və tamaşaçıların nəzərinə çatdırırıq ki, bu saatlarda İctimai Televiziyanın efirində ortaq məxrəc axtarışı idi və biz 2012-ci ildə Amerika Birləşmiş Ştatları, Rusiya və Fransada keçiriləcək seçkilərin Dağlıq Qarabağ probleminin həllində hansısa rol oynayıb oynamayacağı və Azərbaycanın 2012-ci ildə xarici siyasəti ilə bağlı müzakirə apardıq. Gələn həftə yenə də görüşəcəyik.